Salamlar, vaxtınız xeyir olsun. Mən Adıgözəl Lakşin, İnsan Psixologiyası metodistiyəm. Bugünkü mövzumuz bundan əvvəlki video roliklərdə yaxud video çəkişlərdə belə bir məsələ getmişdi ki, bəzi gədə-güdələrin boşanmış qadınlarla bağlı olan bir növ arda rast kəsilməyən video çəkişlər yaxud psixoloqluq bir kənara qoyulub, seksoloqluq dünyası. Bu qız gəlin tutmaq məsələsinə qalanda sənin sərbazın evlənər, boşanar, yaxud anon boşandı, onda bir məsələ var, deyirsən, ana o da tutun, bacı o da. Başqasına elə gözlə baxmırsan, Lora ilə Rus necə sən palojlandır, bu aldıva yazdı, belə ləkə kimi. Çünki bu dərəcə sən şərəfsizsən də, hər səfər eyni çəkişlər, son hallarda gündəmdə olan daima bir dırnaq arası bir gədə var. Bu kimi ancaq boşanmış qadın oradan getdi, boşanmış qadın buradan getdi, hadi qutar da. Bundan başqa mövzu yoxdur. Kim boşanır, cəhənnəmə boşansın. Ya da bəxtə taleyinə tərcisi axır düşəcəkdi yerinə, sən eyvə lazım. Və nəticə etibarıyla da bu yönsüz daima bitməyən eyni mövzu, çeynənmiş söhbətlər və ona qaçan başıboş kütlə. Zibili də sən bir dəfə gedəsən, iki dəfə, üç dəfə bezirsən axı. Və bu axmaq kütlərində belə bir qaynağı var da, çox xüsusən müsəlmanlarda olur. Araşdırsaq xristiyan da, Yahudi də bunu görmərsən. Pisə daha çox meyilliyi var. Yaxşı qalğı qıraqdır. Yanında bir, iki izləyicisi, üç izləyicisi oldu başqa-başqa çəkilişlərdə. Həmən o düşük səviyyəsi 1 milyon. Və bu da qoyun axır məsələsi var. Yüzü gedir 150'si də arxasıcan. Sadəcə toplumda daha çox kommentariya və izləmə çoxsa əladır. Necə ki, bakalavr, abituriyent hazırlığı müddətində 50 manata hazırlığa keçəcək, 100 manata qaçırlar ki, bahalısı deməli yaxşıdır. 200 saat başlayır, bəlkə bu 50 manatı 100'dən 1000 qat yaxşıdır, 100 manatdır. Sadəcə effekt və araşdırmamaq. Çalışın bu tip şeylərə aldanmayın, dərindən düşməlisiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyəndə şəxsi mesaj verməsi məlumat verə bilərlər.